Naxçıvan şəhərindən Leytenant Şükür Hacıyevin anası Fatma Şükürlü öz adımdan və Naxçıvan şəhid anaları adından başda Mehriban xanım, Leyla xanım, Arzu xanım olmaqla hər birinə dərin təşəkkürlərimi bildirirəm. 8 Mart Qadınlar Günü münasibəti ilə açılan ehsan süfrəsində bizim yanımızda olduğuna görə Arzu xanıma, Anar müəllimə xüsusilə dərin təşəkkürlərimi bildirirəm və bir şəhid anası olaraq şəhid anaları adından Mehriban xanımın, Leyla xanımın, Arzu xanımın Qadınlar Gününü səmimi qəlbdən təbrik edirəm. Onlara can sağlığı arzulayıram. Bizi Bakı Sağlamlıq Mərkəzində müayinə elətdirdiyinə görə başda prezidentimizə, prezidentin ailəsinə, Anar müəllimə dərin təşəkkürlərimi bildirirəm və mənə bugün göndərdiyi hədiyyə görə də Anar müəllimə xüsusi təşəkkürlərimi bildirirəm. Çox sağ olun. Allah hamımızdan razı olsun. Minnətdarım.